Azərbaycan Respublikasının Gənclər Fondunun rəqəmsal mövzulu qrant müsabiqəsinin qalibi Karyera 360 layihəsinin bugünkü qonağı Fərqanə Bayramlıdır. Hər vaxtınız xeyir Fərqanə xanım. Biz istərdik ki, siz gənclərə özünüz barədə qısaca məlumat verin. Çox sağ olun, hər birinizi salamlayıram. Mən Fərqanə Bayramlı, Macarıstanın Budapeşt şəhərində yaşayıram. 2019-cu il sentyabr ayından etibarən oraya köçmüşəm. Hal-hazırda Citibankda işləyirəm. Orada maliyyə analitik olaraq çalışıram. Macarıstanda 6 il yaşamaq sizə nə qazandırdı? Düşünürəm ki, Macarıstanda bu qədər illər ərzində yaşamaq mənə təcrübə, həm iş təcrübəsi, həm həyat təcrübəsi qazandırdı. Mənim Macarıstana ilk gedişim təhsilimlə bağlı olubdu. Mən Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan arasında imzalanmış hökumətlərarası təqaüd proqramı ilə orada magistr təhsilimi almışam. Magistr təhsilimi Corvinus Universitetində iqtisadi təhlil ixtisası üzrə almışam. Hökumətlərarası proqram sizə nə qazandırdı? Hökumətlərarası təqaüd proqramı ilk növbədə hər iki ölkənin sazişi əsasında imzalanır. Bundan sonra gənclər ilk növbədə Azərbaycan Respublikası Təhsil Nazirliyində müsahibə verirlər, müsahibə mərhələsindən keçirlər. Daha sonra seçdikləri Macarıstanın 2 universitetində müsabiqədə iştirak edirlər. Belə ki, ilk növbədə onlayn şəkildə müraciət edirsiniz. Daha sonra siz intervyu üçün, yəni müsahibə mərhələsi üçün dəvət alırsınız. Ondan sonra Macarıstan Universitetinin professorları ilə də onlayn şəkildə müsahibədən keçirsiniz. Bunu da qazandıqdan sonra siz təqaüd qazanmış olursunuz. Belə ki, bu proqram vasitəsilə həm illik təhsil haqqı ödənir, həm də aylıq yaşayış üçün təqaüd verilir gənclərə. Mən bu proqramla təhsil alarkən 2 il ərzində təhsil almışam, magistr təhsilimi 2 ilə bitirmişəm və mənim də təhsil haqqım qarşılanıbdır, həmçinin aylıq təqaüd proqramından yararlanmışam. Düşünürəm ki, bu proqram vasitəsilə orada təhsil aldığım bu imkan nəticəsində mən həm yeni fənlər öyrəndim. Bununla yanaşı ingilis dilim daha çox inkişaf etdi, çünki bizdə orada dərslər ingilis dilində olurdu. Bununla yanaşı çox böyük bir təcrübə qazandım, çünki biz orada mənim ixtisasıma uyğun olaraq daha professional bir şəkildə proqramlaşdırma öyrənirdik. Həmçinin iqtisadiyyatın təhlillərini və statistika, ekonometrika kimi fənlərdə keçirdik. Hökumətlərarası təqaüd proqramından əvvəl daha hansı beynəlxalq təcrübələriniz olmuşdur? Çox sağ olun bu suala görə. Ondan əvvəl mən Avropa Parlamentində beynəlxalq təcrübədən keçmişəm. Belə ki, Azərbaycan Respublikası Gənclər Fondunun yaratdığı imkan sayəsində biz gənclər olaraq Avropa Parlamentində 1 aylıq təcrübə proqramı qazandıq. Burada da həm test mərhələsi, həm müsahibə mərhələsi oldu. Biz bunu keçdikdən sonra mən qəbul aldım və biz Belçikanın Brüssel şəhərinə getdik və orada 1 ay təcrübə keçdik. Bu təcrübə mənə çox imkanlar qazandırdı. Çünki biz orada müxtəlif Avropa Parlamentinin üzvləri ilə görüşdük, onlarla müzakirələrdə iştirak etdik, onlarla müxtəlif onların təcrübələrindən yararlandıq. Bundan yanaşı həmçinin Erasmus Plus proqramı vasitəsilə Litvanın Vilnius şəhərində də iştirak etmişəm. Bu proqram sayəsində 1 həftəlik innovasiya bir tədbir idi, hansı ki, gənclər üçün oradakı azad iqtisadi zona haqqında, innovasiyalar, texnologiyalar haqqında məlumatlar verilirdi. Burada iştirak etdiyim layihə də çox maraqlı oldu. Mənim həmçinin o dövrdə bakalavr təhsili alırdım. Tezis yazmağıma da bu yardım etdi. Düşünürəm ki, bu cür beynəlxalq təcrübələr gənclərimiz üçün, hansı ki, mənim üçün də bu imkanlar yaratmışdı, gənclərimiz üçün böyük bir təcrübədir. Hansı ki, onları həm həyata hazırlamaqda, həm müxtəlif mədəniyyətləri görmələrində, həm də müxtəlif professionallardan təcrübə qazanmaqda. Macarıstanda təhsil aldığınız dönəmdə hansı təcrübələr qazandınız? Macarıstanda təhsil alarkən ilk növbədə elə təhsil həyatı zamanı siz oxuya-oxuya həmçinin təcrübə proqramlarından yararlana bilərsiniz. Mən ilk təcrübə proqramımı Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində başladım. İlk öncə orada təcrübə keçdim. Daha sonra Vodafone şirkətinin Macarıstanda Budapeştdəki filialında maliyyə əməliyyatları departamentində maliyyəçi intern olaraq, yəni təcrübəçisi olaraq çalışdım. Təxminən 1 il bu təhsilimin 2-ci ilinin başlanğıcında başladım və 1 il ərzində orada çalışdım. Macarıstanda təhsilinizi bitirdikdən sonra nələr etdiniz və oradakı iş imkanları barədə məlumat verərdiniz?
Aha, deməli mən Macarstanda təhsil alarkən qeyd etdiyim kimi təcrübə proqramlarında iştirak etdim. Hansı ki, gənclərimiz də bunu düşünə bilərlər. Yəni Macarstanda siz təhsil alarkən təcrübə proqramlarında part-time deyirlər, part-time şəkildə işləyə bilərsiniz. Artıq siz təhsilinizi bitirdikdən sonra, diplomunuzu aldıqdan sonra siz full-time, yəni tam ştat halında olan işlərə müraciət edə bilərsiniz. Belə ki, mən artıq təhsilimi bitirdikdən sonra Citibank-a müraciət etdim. Citibank-da çalışmaq üçün full-time deyək, bütün işə apply etdim. Bu müraciəti edəndən sonra sizi müxtəlif mərhələlər gözləyir. Hansı ki, ilkin mərhələ kimi sizə əgər yenə də departamentdən asılı olaraq fərqli suallar verə bilərlər. Belə ki, birinci mərhələ kimi bu Excel çalışması ola bilər. Sizin yenə də ixtisasına uyğun, mənim ixtisasım iqtisadiyyat və maliyyə yönümlü və müraciət etdiyim iş də maliyyə olduğuna görə məndə birinci Excel çalışması vermişdilər. Orada müxtəlif maliyyəyə dair кейslər olur. Daha sonra siz müsahibə mərhələsinə dəvət alırsınız. Müsahibə mərhələsini keçdikdən sonra ikinci bir müsahibə mərhələsinə dəvət alırsınız. Belə ki, birinci sizin gələcək meneceriniz nə olur, ikincisi onun daha bir üstü ilə olur. Belə bu şəkildə 2 və yaxud 3 şirkətdən asılı olaraq, departamentdən asılı olaraq 2 və yaxud 3 mərhələdən keçə bilirsiniz. Mən də bu şəkildə 3 mərhələdən keçdim, müxtəlif intervyular verdim. Artıq bunlar bitəndən sonra mən qəbul cavabı gəldi mənə. İlk olaraq mən başlanğıc səviyyəsindən başladım. Bizdə o entry level adlanır və pozisiya olaraq maliyyə produktlarının, maliyyə məhsullarının idarə olunması departamenti idi. Orada analist kimi, maliyyə analisti olaraq işə başladım. Daha sonra siz orada işlədikdən sonra sizin orada qalmağınız üçün düşünürəm ki, bu gənclərə maraqlıdır. Şirkət sizin Macarstanda qalmağınız üçün sizi permitlə, yəni orada yaşam izni, oturum kartı ilə təmin edir. Şirkətin bu kimi üstünlükləri var və ondan sonra siz əgər yaxşı nəticə göstərirsinizsə işinizdə 1 ildən və yaxud 2 ildən bir yenə baxır performansa və yaxud departamentə sizin artıq vəzifələriniz, vəzifə öhdəlikləriniz artır və vəzifə bölgüləriniz, həmçinin vəzifəniz qalxa bilir. Beləliklə mən hal-hazırda artıq 3 ildən çoxdur ki, 3 il yarımdır ki, Citibank-da çalışıram. Macarstanda azərbaycanlı tələbələr hansı çətinliklərlə özləşir və azərbaycanlı tələbələrdən macar dili tələb olunurmu? Azərbaycanlı tələbələr ilk gəldikləri dönəmdə təbii olaraq vətənimiz üçün darıxırıq. Mən də bir tələbə olaraq bu halları yaşamışam və bütün tələbələrdə bu baş verir. İlk növbədə vətənimiz üçün, ailəmiz üçün darıxırıq. Bu bir ilkin etap kimi də, ilkin mərhələ kimi bir çətinlikdir. Darıxmaqdan əlavə həm vətən, həm ailəmiz üçün tələbələr yeməyimiz üçün darıxır. Bilirik ki, Azərbaycanın yeməyi bizim milli mətbəximiz həqiqətən dünyada ən dadlı mətbəxlərdən biridir. Ona görə bizim necə deyirlər, dolmamız, aşımız, gözəl baxlavamız üçün hər bir tələbələr darıxır və biz orada çalışırıq ki, Azərbaycanlı tələbə elə biz də təzə gedəndə və indi də yeni gələn tələbələr hər kəs çalışır ki, belə bir arada toplansın, bizim milli mətbəxin təamlarından bişirək, hazırlayaq və yaxud kimsə əgər Bakıdan gəlirsə, xahiş edirik bizim üçün gətirsinlər. Bu hallar, belə bir halda çətinliklər olur. Macar dili sualı verdiniz. Macar dili xeyr, belə dövlət dili bəli, macar dilidir, amma bizdə nə dərslərdə, nə universitetdə, nə də ki bizim iş həyatımızda bu bizdən mütləq bir dərəcədə tələb olunmur. Belə ki, o yaxşı bir haldır ki, bizim tələbələrimiz üçün bizə bu çətinlik yaratmır. Çünki ölkədə deyərdim ki, çox insan ingilis dilində bilir. Universitetdə bizim təhsilimiz tam ingilis dilindədir və iş həyatında da tamamilə ingilis dili istifadə olunur. Çünki şirkətlərin hər biri beynəlxalq şirkət olduğuna görə bizdə orada tələb olunmur. Amma bəli, orada bəzi işlər var ki, sırf macar dili tələb olunur. Çünki onlar yerli əhali ilə danışma olan bir işlərdir. Bu işlərdə bəli, macar dili tələb olunur. Amma yerdə qalan müxtəlif sahələrdə xeyr, macar dili tələbi yoxdur. Ölkədə yaşamla bağlı isə yenə çox hallarda insanlar ingilis dilində bilir. Siz məişət həyatınızda ingilis dilini istifadə edirsiniz. İstər bazarlıq etdiyiniz zaman, istər insanlarla danışdığınız zaman, istər
istər bir yardım istədiyiniz zaman, yol soruşanda və s. bu hallarda da çox vaxt sizə ingilis dilində cavab verirlər. Həmçinin onların dövlət ofislərində hansı ki biz müəyyən sənədlər almaq üçün orada tez-tez bu ofislərə müraciət etməliyik. Onlarda belə ingilis dilində bizimlə danışırlar və heç bir çətinlik yaratmır. Azərbaycanlı gənclər üçün xaricdə təhsil və karyera üçün əlavə hansı imkanlar vardır? Mənim oxuduğum təhsil proqramından yanaşı, yəni hökumətlərarası təqaüd proqramından əlavə Azərbaycan Respublikasında dövlət proqramı var. Hansı ki, cənab prezidentin sərəncamı ilə bu proqram müəyyən illərdən sonra, bitdikdən sonra uzadılıb və hal-hazırda da bu dövlət proqramı var. Belə ki, bu proqram vasitəsilə gənclər müxtəlif ölkələrdə təhsil ala bilərlər. Belə ki, dövlət proqramının siyahısında müxtəlif ölkələr, müxtəlif universitetlər və müxtəlif ixtisaslar var. Hansı ki, bu universitetlər dünyada top universitetlərdir. Gənclər bu siyahını yoxlayaraq onlar hansı universitetdə təhsil almaq istəyirlərsə, o üzrə onları seçə bilərlər. Daha sonra o universitetlərə müraciət edə bilərlər. Universitetlərdən qəbul aldıqdan sonra isə dövlət proqramına müraciət edə bilərlər. Belə ki, bu proqram yenə təhsil haqqını qarşılayır və gənclərə aylıq onların yaşamı üçün təqaüd verir. Onların aylıq yaşam xərclərini də qarşılayır. Düşünürəm ki, bu proqram gənclər üçün çox faydalı olar və onlar bu vasitə ilə istədikləri ölkələrdə təhsil ala bilərlər və istədikləri ixtisaslar üzrə. Bununla yanaşı dövlət proqramından əlavə müxtəlif başqa da hökumətlərarası təqaüd proqramı var. Hansı ki, bunu da Azərbaycan Respublikası Təhsil Nazirliyinin veb saytından baxa bilərlər. Orada müəyyən müddətlərdən bir digər ölkələr, məsələn Litvada ola bilər, Çində ola bilər və yaxud digər ölkələrdə təhsil alma şansı çıxır. Onlar düşünürəm ki, gənclər bunun vasitəsilə də müraciət edə bilərlər. Müraciətlər zamanı yəni xarici universitetlər qəbul zamanı hansı meyar nəzərə alırlar? Düşünürəm, məsələn, IELTS sertifikatı gənclərimiz alsa daha gözəl olar. SAT sertifikatı alsalar, onlar üçün daha üstün dərəcə olar. Əgər gənclərimiz Azərbaycanda ingilis dilində təhsil almırlarsa, yəni ixtisasları ingilis dilində deyilsə, onların IELTS dərəcəsi almaqları bu onlara çox böyük bir üstünlük qatar. Bununla yanaşı, yenə bayaq qeyd etdiyim kimi SAT ala bilərlər, YÖS, əgər Türkiyə universitetlərinə müraciət edirlərsə, hansı ki, bu onların istər məktəbdən topladıqları bal, istər bakalavr zamanı onların ümumi orta göstəriciləri olur. Bunlara əlavə gələcək bu beynəlxalq sertifikatlar. Ona görə gənclərimizə tövsiyə edirəm ki, beynəlxalq sertifikatların üzərində çalışsınlar, onlar bunu əldə etsinlər ki, onlar xarici universitetlərdə təhsil zamanı bu onlara üstünlük qazandırsın. Sıfırdan ingilis dili öyrənməyə çalışan gənclərimiz üçün tövsiyələriniz nələrdir? Düşünürəm ki, gənclərimiz ilk növbədə necə deyərlər, dil inkişaf etdikcə, dil danışdıqca inkişaf edir. İlk növbədə onlar söz bazaları olmalıdır. Belə ki, söz bazasından başlamalılar. Müxtəlif lüğət kitabları var, müxtəlif söz bazasını inkişaf etdirən kitablar var. Yəni onlar həm self-study deyirlər, həm özləri hazırlaşa bilərlər, həm kurslara müəllim yanına gedə bilərlər. Mən düşünürəm ki, self-study vasitəsilə də onlar dillərini inkişaf etdirə bilərlər. İlk növbədə söz bazasından başlamalıyıq. Biz söz bazamızı artırmalıyıq. Bunun üçün söz bazasını inkişaf etdirən kitablardan oxumaqla, həmin sözləri müəyyən cümlələrdə özləri üçün quraraq, işlədərək, bu şəkildə onlar söz bazalarını artıra və bu sözləri yaddan çıxarmamağa çalışa bilərlər. Çünki sözləri öyrəndiyiniz zaman siz bir müddətdən sonra, bilirəm ki, bu problem mənə də çox sual verirlər. Qarşılaşır gənclər bundan ki, bəs biz məsələn öyrəndik sözləri, amma bunu unuduruq. Siz çalışın ki, o sözləri yadda saxlaya biləcəyiniz şəkildə cümlələrdə istifadə edəsiniz. Əgər siz bunu tətbiq etsəz, bu sizin beyninizdə, belə deyək, özünüzlə söhbət etsəniz ingilis dilində, bu sizdə artıq davamlı olaraq vərdiş halını yaradacaq. Bundan əlavə müxtəlif filmlərə, öncə sadə dilli filmlərdən başlamaq lazımdır. Hansı ki, həm alt yazısı ingilis dilində olan, həm də öz səsi ingilis dilində olan filmlərlə də davam edə bilərlər. Əgər bu onlara çətin gəlirsə,
öz dili Azərbaycan dilində olan filmləri seçib alt yazısı ingilis dilində bu şəkildə baxmaqla başlaya bilərlər. Daha sonra isə növbəti mərhələ kimi hər iki həm səsli olaraq, həm alt yazılı olaraq ingilis dilində onlar bunu oxuya bilərlər, baxa bilərlər, izləyə bilərlər. Bu şəkildə sinxron halda sizin beyninizdə ingilis dili davam etməyə başlayır və çalışmaq lazımdır ki, əgər alınırsa mən gənclərə bunu çox tövsiyə edirəm. Bir qrup alın, məsələn, dostunuzla, rəfiqənizlə bir yerdə oturduğunuz zaman çalışıb ingilis dilində heç olmasa həftədə 3 dəfə, indi conversation clublar deyirlər. Bundan əlavə dostlarınızla birlikdə ingilis dilində çalışıb məşq etmək lazımdır. Çünki dil yenə o məsələyə qayıdıram, danışdıqca öyrənilir və danışdıqca yadda qalır. Siz ona görə yaxşı olar ki, rəfiqənizlə, dostunuzla oturduğunuz zaman özünüzə bir vaxt təyin edəsiniz. Məsələn, həftədə 3 dəfə 1 saat. Gəl biz bugün ingilis dilində danışaq. Öyrəndiyiniz sözləri, onları müxtəlif cümlələr halına salaraq bir-birinizlə diskussiya edə bilərsiniz. Müzakirə etdikdən sonra bu artıq sizin yaddaşınızda qalacaq. Və yaxud siz məişət mövzuları ola bilər, öz həyatınızla bağlı danışa bilərsiniz. Şərt deyil ki, siz hər hansı kitab cümlələrindən və sözlərindən istifadə edəsiniz. Sizə maraqlı olan bugünkü sizin həyatınızda olan hadisəni də ingilis dilində bir-birinizə danışa bilərsiniz. Bundan başqa tövsiyə edirəm ki, yenə beynəlxalq kurslar var, beynəlxalq veb-saytlar var. Udemy var, Coursera var. Bu veb-saytlarda da ödənişsiz kurslar var, hansı ki bəziləri. Buna da baxa bilərlər. Əgər özləri self-study etmək istəyirsə, özləri öyrənmək istəyirsə, bu veb-saytlar, bu kurslar vasitəsilə də onlar ingilis dillərini inkişaf etdirə bilərlər. Azərbaycandakı təhsil sistemi ilə Avropadakı təhsil sisteminin oxşar və fərqli cəhətləri barədə nələr deyə bilərsiniz? Avropa və Azərbaycan təhsilində bəli oxşar cəhətlər var. Belə ki, hər ikisində də həm bakalavr, həm magistr təhsilində mühazirə dərsi, daha sonra isə seminar dərsi olur. Bununla yanaşı kvizlərimiz olur. Belə ki, bu Azərbaycan təhsilində biz bunu kollokviumlar adlandırırdıq. Eyni qaydada ayda bir dəfə həmin fənlərdən bizim seminar dərslərimizdə kvizlərimiz olur və semestrin sonu isə semestr sonu final imtahanlarımız olur. Düşünürəm ki, bu cəhət metodikası eynidir, paralel şəkildə gedir. Bununla yanaşı, əgər ingilis dilində təhsil almısınızsa, məsələn, mən Azərbaycan Dövlət İqtisad Universitetinin sabah qruplarında təhsil almışam. Biz də eyni qaydada olaraq ingilis dilində təhsil almışıq və mühazirə seminarlar halında, kvizlər halında olubdu. Bu mənim üçün çox oxşar bir hal idi. Ona görə xaricə gedəndə çox belə də yadlıq çəkmədim bu mövzuda. Düşünürəm ki, buna görə bu oxşar cəhət adlandırmaq olar. Fərqli cəhət biraz metodika fərqi ola bilər. Çünki professorlarınız macardır və yaxud digər ölkələrdəndir. Onların istər-istəməz başqa digər təcrübələr olmuş ola bilər. Digər həm müəyyən fərqlər, mədəniyyət fərqlərindən dolayı da onların yanaşma metodikaları da fərqlidir. Onlar daha çox, məsələn, sistem fərqləri ola bilər. Bəzi proqramlar var ki, onlar bakalavrda istifadə olunmur, amma magistrda istifadə olunur. Onlar bu haqda məlumat verirlər, bu təcrübələrində bölüşürlər. Ona görə deməzdim ki, çox mən bir yadlıq çəkmişdim orada. Yəni bu kimi oxşar və fərqli cəhətlərdən bəhs edə bilərik. Macaristanda rəhbərlik etdiyiniz gənclər təşkilatı barədə gənclərə məlumat verərdiniz. İngilis dilində AID, Association for Youth Integration and Development, Azərbaycan dilində isə Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyası adlanır. Belə ki, bu gənclər təşkilatı biz Azərbaycanlı gənclərin təşəbbüsü ilə Macaristanda yaradılmışdır. Məqsəd Azərbaycanlı gəncləri, digər xarici gənclərlə Macaristanda yaşayan, istər macarlar, istər müxtəlif dünyanın bütün ölkələrindən olan gəncləri bir arada onların inteqrasiyasını təmin etməkdir. Hansı ki, biz müxtəlif tədbirlər həyata keçiririk. Bu tədbirlər mədəni tədbirlər də daxildir, müxtəlif elmi, insan hüquqları sahəsində olan tədbirlərimiz də daxildir. Belə ki, hal-hazırda bizim 100-dən çox üzvümüz var təşkilatımızın. Bu çox sevindirici bir haldır. Çünki Azərbaycanlı həm orada hal-hazırda təhsil alan, həm yeni gəlmiş olan tələbələr bir-birini tanıyır, bir-birinə belə deyək, networking, onların şəbəkələşməsi üçün yardımcı olur. Biz elə misal çəkə bilərik ki, məsələn, keçən ilin
əvvəllərində, hansı ki sentyabrda Macaristana yeni gəlmiş tələbələrimiz üçün bir səhər yeməyi tədbiri təşkil eləmişdik. Bu tədbirin məqsədi yeni gələn tələbələri həm bir-birinlə tanışdırmaq, gəliblər, biraz insanlar yadlıq çəkə bilər. Bayaq qeyd etdiyimiz kimi tələbələrin hansı çətinlik dönəmləri olur yeni gəldikdə. Azərbaycanlı tələbələr olaraq bir araya yığılmaq, bir-biri ilə networkinglərini təmin etmək üçün belə bir tədbirlər həyata keçiririk. Artıq daha sonra digər tələbələrlə də tanış oluruq. Məsələn, biz bu yaxınlarda Macarıstanın Lakitelek şəhərinə getmişdik. Bu şəhərdə Macar tələbələr və Azərbaycanlı yeni gələn birinci kurs tələbələri ilə birlikdə bir mədəni tədbirimiz oldu. Bu tədbirdə həm Azərbaycanın geopolitik vəziyyəti, həm Azərbaycanın ədəbiyyatı, musiqisi, bununla yanaşı Azərbaycanda müasir Bakıda gənclik həyatı, biz bunları göstərdik. Həm orada olan Macar tələbələrinə, həm yeni gələn Azərbaycanlı tələbələrlə birlikdə bunları müzakirə etdik. Bundan əlavə olaraq Macarıstandan da professorlar bu mövzuda öz fikirlərini bildirdilər. Onlar da həm Macarıstan haqqında, həm Azərbaycan haqqında fikirlərini bildirərək həm hər iki tərəfin gənclərinə bu barədə məlumat verdilər. Düşünürəm ki, bu tip tədbirlər bir nümunədir ki, biz həm Azərbaycanlı gənclər olaraq çox aktivik, həm də digər ölkələrin nümayəndələri, bütün müxtəlif ölkələrdən olan gənclər olaraq bir-birimizdən belə inteqrasiya edirik və inkişafımız üçün çalışırıq. Həmçinin biz müəyyən kino, mədəni tədbirlər də edirik. Bu tədbirlərdə bizim keçən il məsələn Qazaxıstandan, Qırğızıstandan, yenə Macarıstandan, Türkiyədən, Türkmənistandan, Özbəkistandan bütün bu ölkələrdən olan gənclərimiz, daha doğrusu ən çox da tələbələr bir araya gəlmişdi. Yenə fikir mübadiləsi yürüdürdük. Düşünürəm bu tip tədbirlər həm Azərbaycanlı, həm də digər ölkələrin gənclərinin sırf şəbəkələşməsi üçün, onların milli mədəni dəyişikliklər etməsi üçün çox böyük yardımçıdır. İngilis dilində biz cultural exchange deyirik. Yəni mədəniyyətlər dəyişimi. Biz bir-birimizlə məsələn hər kəs gəlir öz ölkəsindən, öz ölkəsinin yeməyini təqdim edə bilər, mədəniyyətini təqdim edə bilər. Buna misal olaraq keçən ay Macarıstan Peç şəhərində də bir tədbir etmişdik. Hansı ki orada 100-ə yaxın ölkənin stendi var idi. Biz də Azərbaycan Respublikasının stendini orada yaratmışdıq. Azərbaycanlı gənclər olaraq milli, mədəni, həm belə deyək, milli geyimimizi, bayrağımızı, milli mətbəximizin nümunələrini göstərirdik. Bu müxtəlif ölkələrin gənclərinə də çox maraqlı oldu. Həmçinin Azərbaycanlı gənclər olaraq digər ölkələrin gəncləri ilə də söhbət edirdik. Biz də onlarla tanış olurduq. Belə düşünürəm ki, bu tip tədbirlər gənclərə onların inkişafı üçün çox böyük bir yardımcı olar.